Bizim aşağıdakılar da bəziləri bəlkə eşitməmiş olmaz. Aha. Oğlanı toy edirlər. Hə. Gəlin zad yoxdur heç ortada da. Hə. Toy edirlər, oğlanı maşın alırlar, evi remont edirlər. Liş bir pul yığmaq üçün toy edirlər. Yox. Hə. Evi zad remont edirlər, bunu edirlər. Hə də pul yığmaq üçün də. Hə də yəni ki, o mənalı. Hə. Sən də mənə bunu təklif edirsən ki, mən də bir oğlan tapım, borclarımı bağlamaq üçün evlənim, kağız üstündə, sonra da boşanım, ayrılım. Sən TikTok çəkirsən? Yox, TikTok çəkmirəm. Sən Çox çox bilmiş qadınsan. Bu aralar çox bilirsən ha sən. Yaman çox tutursa söhbəti. Əvvəl belə deyildim. Nəysə. Hə, demək belə. Elan verək burdan. Deyək ki, nə qədər pul təklif edirsən oğlana? 500'e kimdir heç dalını tərpətməzlər. Kim qazanır 500? Qazananlar qazanır. Sən bir 1000 yemək denən. yeyəcək, içəcək, sən kim kukla kimi bir qızla oynayacaq, rəqs eləyəcək. Hə, bəylik kostyumunda. Onun hə, bəylik kostyumda hədiyyə eləyirəm, hə. Hədiyyə, hə, bəylik kostyumda ekstra hədiyyə, hə. Hə, heç nə. 500 manat azdır, bir gün oturub özü üçün kef eləyəcəkdi. Ye, sən ki gözəl. Bütün nəsildə biləcək ki, bu evlənibdi. Yəni çox, yəni ciddi bir məsuliyyətin altına girirdi. O adam çoxsa bir 1000 manat. Özünə desinlər ki, hə, ailə evlidir. Kimsə arayıb vaxtdan. Ay Allah, gör aləmin çarəsizliyinə baxın da siz. Gördülər ki, evlənmirəm, deyirlər heç olmasa yalandan evlən. Kefsən mama, həqiqətən kefsən. Yox bacı, elə şey yoxdur. Yox, elə şey yoxdur. Mən subayçılığımdan yəni razıyam. Elə formada evlənsəm çoxdan evlənmişdim. Nə var ki o cür evlənməyə? Mənə xoşdur belə.